Sabahınız xeyir olsun qızlar, necəsiz? Pərvin orada kipriklə hazırda. Demişəm məni gözlə gəlim kipriyə özüm qoyum, gözləməyib. İndi kipriklə 5 dəfə kiprik gözünə girib çıxıb. Deməli qızlar, durmuşuq yuxudan, Pərvinlə də düşəcəyik marketə. Bu arada baxın, burada kofemi dəmləmişəm, içəcəm. Kofeni içəndə özümü yaxşı hiss eləyirəm. Tox tutur məni bütün gün. Heç nə yeməsəm də yadıma düşmür. Düşəcək indi marketə. Müəyyən əksikliklər var ki, onları alacağıq. İnşallah saat 3-4-ün yarısı sürpriz qonağımız, dediyim qonaq gələcək. Hazırlıqlara başlayacağıq. Pəriş xanım qutarsın, düşürük marketə. Arada burana da dünən qızlar Pəriş əl gəzdirdi, qəşəng sərgiyə saldı. Bura bizim Pərişlə ümumi şkafımızdır koridorda. Hansı ki bu maskalarımızdır. Gündəlik istifadə etdiyimiz parfümlərdir. Burun bandımız falandır. Burada SPF-imizdir, nəm spreyimizdir, saç üçün parfümümüzdür. Hamısını burada belə ümumi opşu əlimizə atanda işlətmək üçün. Məsəl üçün bu Dubai şokolatı parfümümüz daimi vururuq. Belə pərişdirəm, buranı da düzəltdik. Sadəcə o qədər yorğun idik. İnan ki, dünən nəfəs almağa belə artıq halımız yox idi. Gəlib hazırlıqlarda bacıma da vur. Ne istiyor parfümü qızlar? Yəni 20 azeynə ancaq belə gözəl parfüm ala bilərsiniz də. Çox qəşəng parfümdür. Heç nə SPF-im də bedir hələ ki. SPF-si çıxmaq. Hələ ki budur SPF-imdə. Yəni bu dezodorant olanda, amma belə belə deyim, uzaq yerə falan gedəndə krem SPF vururam ki, qızlar dərimi həm də nəmləndirsin. Yəni bir dənə aşağı düşüb çıxacam deyə spreyi vururam. Toyuqdan başlayaq. Koftam şəkil önümdən çəkil. Həm vlogda bacım, həm koftalarımı soruşurlar qızlar. Bunu öz səhifəmizdə illər öncə hər rəngin aldığım üçün hələ də geyinib qutara bilmirəm. Toyuq alaq bir dənə ləvəngiyə. Çetonu açılmış toyuq. Var. Ora baxalım. Var, gəl görək, varsa alaq. Şöyle keçək ki, görək. Var kimsə baxır. Şokolatlı şormədi var. Məryəm o gün deyirəm, valla sərsi bilmirsən onu. Orada tapıq götürdük. Kızlar ləvəngiyə. Bəlkə də şülpə götürdüm. Magazin pes götürürlər etdim. Magazin pes götürək. Bəsilyə qaçaq. Dəqiqətən də götürəm. Hə, onu götür, o bəs edir. Gəl bir dənə bura mayonezi falan götürək. Mamadan soruşmaq lazım, soruşmadım. Markete gəlib çıxmışıq qızlar. Kart yadımızdan çıxıb qalıb. Dən nə ilə alacaqsan? Kartı götürdüm, kartını markete daha doğrusu. Devirəm də qızlar, belə gözəl havaya avaram. Belə havada nə desəz eləyərəm. İndi qızlar, məhsulları aldıq, qoyduq marketə. Market öz tanıdıqlarımızdır deyə. Problem yoxdur, qoyduq orada. İndi gedirik süzmə qatıq tapmağa Pərişlə. Çünki bir-iki cür məsə düzəldəcəm. Bir-iki çatışmaya şey daldı. Gedim onları da alaq. Ondan sonra gedək evə. Bir dənə yeməklik tam qazdan başlayaq. Hava çox qəşəngdir. Çox qəşəngdir hava. Çayımı doldurup bir yere götürüp. İnşallah ki qızlar, inşallah ki sizləri bu il Bakıda beynimizi dincəldə biləcəyimiz ən qəşəng yerlərlə tanış eləyəcək inşallah, Allah qismət eləsin. Deməli qızlar, düz evimizin yanında, qəşəng qutabısı açılıb. İndi aldıq. Əgər dadım bəyənsəm, gələn dəfə yerini çəkəcəm. 9-cu mikrorayonda olanda gəlin alın, mən qutab sevirəm. Bəyənsəm deyəcəm sizə. Alışverişimizi etdik qızlar. Gedək indi qəşəng qutablarımızla bir dənə çay içək, başlayaq işə. Adına baxdım qızlar, çox dadlıymış. Yerini də çəkib göstərəcəm sizə növbətdə falan da. Həm ət, həm qarın, həm də göy qutabı verir xanım orada. Tələb eləsəz, yəni istəsəz, isti qəşəng yağlayır, sumaklayır, elə verir sizə. Orada da yeyə bilərsiniz, özünüzlə evə də apara bilərsiniz. Həqiqətən çox dadlıdır. 9-cu mikrorayonda yaşayan xanımlar çəkəcəm, gedin alın.
Bunların kızlar bakın bir şey çıkarttım da param töküm etin içerisine biraz tomat da vurayım. Ben de onu gözə yiyirəm, bunu çıxarttım. Bakın belə bir sos oldu. Bunu da param tökəm. Kızlar keşke sadece ilk uşaklar yesin. Bize kendi sade olmayan için başka bir koz olsun, şokolat olsun katında yemiş. Şübhası dolmasını əvvəl yolun hansısa birində göstərmişim, amma yenə də dedim, badımcanın içərisində mən bu formada çıxaracağım, oyuram belə. Bu formada çıxaracağım və duzlayıb üst örtüyüb qızardıram bunu. Tavada qızardıram, çox yox da, yəni əzilmir. Bir damcı sadəcə qızarır və götürürəm, içərisində o formada doldururam. Bunların içine sen doldurursun. Hamı deyir ki, hamı. Yiyən hamı deyir ki, sənin üç bacın fərqlidir. Hə? Bunun içindeki sen doldurursun. Dolduracam, çıxarıb dolduracam. Hər kəs deyir ki, sənin üç bacın fərqli olur, dadlı olur. Ətin də qızar, içərisini yağlı ətlə etmirəm. Mən tam yağsız ətlə edirəm. Yağdakı qovrulması üçün təmiz kərə yağı atıram. Duzun üst yodunu vururam. Pandorun içərisini çıxarıb ətin içərisinə tökürəm. İndi əti də göstərəcəm də sizə. Daha sonra noxudu da atmışam içində. Noxud qıraq da ayrıca da pişirir. İçərisində də qovrulur. Önceden kaldı mı değil? Hə, olmalıdır. Orada paketdə olmalıdır. Daha sonra biber. Tomatım vurdum. Adi tomat vurdum. Biberli tomat vurdum. Baxın belə pəş. O da məndən qabıyla badımcanlar ya. Bayı vloga bura qədər baxmışsınızsa təxminlərimizi Allah bilir, yorumlarda yazın sizcə kim gələcək bizə. Və inşallah qonağımız gəlsin, çəkəcəm. Həmən xanımı YouTube izləyicilərindən tanıyanlar varsa rəylərdə yazsın, bilək. Instagramda, TikTokda hamı tanıyır. Özünə maşallah olsun, bir kütləsi var. Çox mədəni, çox tərbiyəli, çox ailə canlı, hər şeyin yerini bilən bir xanımdır. Dəfələrlə onlarda qonaq olmuşuq. Bu dəfə də dedim, biz çağıraq qonaq. Bu qədər də qabiliyyətli bir xanımdır ki, qızlar. Səhifəsini girib izləsəz, uzun xeyli vaxtı hə. Səhifəsini girib izləsəz görəcəksiniz, hər şeyin ən yaxşısını eləməyə bacaran əsl ev xanımı da. Yəni o xanımla həqiqətən də münasibət yaratmaq adamın belə ürəyici olur ki, insan elə xanımlarla oturub durmağı həqiqətən də yaxşıdır. İndiki zəmanədə əsl ev xanımı azdır. Ondan sonra göyərtimi vuracam, ətin içərisinə gətirib. Sonra da doldurup yağacam qazana. Timantilleri olup girip bir saat içinde hazırlayıp yemeği. Bir saat içinde neler hazır? O Yemək özü də qoçaq. Yəni əlindən deyil. Sənə güveniyorum. Bismillahirrahmanirrahim. Başlayaq. Düz sözləri təkərdən səs çıxmazdı da. Yemək eləyəndə hamı bir-birindən işlə tutar. Patlıcanlar qızlar hazırdı, qızardı. Levəli soğan. Baxın qızlar, ətin içərisini belə göstərirəm. Son nəticəmiz belədir. Qızlar, ləvənginin soğanı baxın. Görün nə qədər suyu çıxdı. Tam belə suyu çıxana qədər sıxırıq. Bir damcı da acılığı qalmır. Ondan sonra qozla qatırıq. Baxın qızlar, içi hazırdır ləvəngimizin. Belə bu şəkildə oldu. Bu düzəltdiyim ləvənginin üzərinə qatmaq üçün sosunu eləyirəm də hal-hazırda. Amma sadə turşu vurur, amma mən elə eləyirəm. Deməli, duzlu, üst örtü, sarı köklü turşumu əlavə edirəm. Turşudan ayrı turşudur. Əldilmiş kərə yağıdır. Əldilmiş üzerine bu arada ezan da çəkilir. Bakın bu ləvəngin üzerine hazırladığım belə bir sos alındı. İçərisindəkiləri də qeyd etdim. Bu sirri heç kimlə bölüşmürdüm, sizlə bölüşdüm.
Yəni çox ləzzətli olur, çox fərqli olur belə ləvəngi. Bu şəkildə. Yoğumuzu orta hissəsini kəsirik, yaxşı pişsin. Yəni bu mütləqdə ləvəngidə yoxsa içi qıpqırmızı qalır. Baxın, orta sinəni belə kəsdik. Sinə belə rahat düşəcək. Hətta bir-iki yerdən də belə kəsirsiniz ki, bu içləri pişsin. Bu şəkildə. Daha sonra budların baxın, bu hissəsini belə kəsirik ki, budun buraları qanlı qalmasın. Baxın, bu şəkildə. Gördünüz, heç bir halda qanlı qala bilməz. Deyəməndə. Bir də burada budun dibi var. Hansı orada çətib düşən yerdir. Biraz da oradan kəsirik. Buranı da kəsdik. Bir damcıda belin bu orta hissəsini belə kəsirik. Bu şəkildə. Yəni bu toyuğun çiğ qalma ehtimalı belə yoxdur. Çünki hər yerindən kəsmişəm. Heç bir halda çiğ qalma qoxusu yoxdur burada. Yəni bu şəkildə. İndi isə başqa sosla toyuğumuzu əlavə duz üstü tutmuram. Nə varsa toyuğumun içəridə, bu sosumun içərisindədir. Əlavə duz üstü ehtiyac yoxdur. Bu şekilde her yeri sosluyorum. Bu reseptimi hiç vakit içmeye görüşüyorum. Görüşürüm. Gelin yoklayın. Pis çıkma ihtimali yok. Kimin karşısına koysa sizden onun reseptini soruşacak. Yani bunu eminlikle diyebilirim. Hiç kim hiç yerde böyle emin değil. Hazırdır. Şimdi içerisini doldururam. Burada içerisi bayağı gösterdiğim. İçerisinde suyunu o kadar çıkardıram soğan, hem kırmızı soğan hem de o kadar temiz çıkardıram ki yani acı falan oldu. Ekstra çok lezzetli olur. Böyle. Bu ləvəngin bu hissəsinə fayqanı baxın belə örtürəm ki, ləvəngimizin o içliyinə yanmasın, nə də qurumasın. Çox gözəl də pişir belə fayqanı örtürdə. Ümumi görüntüsü belədir. İndi pişsin, çıxsın hazır, onu da göstərəcəm. Məzələrin bilirsiniz ki, hamısına sarımsaq dedim. Sarımsaqlar soğuk təmizləyəcəm. Bir-iki cür filan məzələyəcəm. Cür eləsəm yetər, orada düşünürəm. Pərişka indi süfrəmizi açır. Bir də bu arada bayaq mətbəxdə ikimiz də düşək deyə Pəriş də mən də düşüm deyə qızlar 0.5-dən çəkmişəm. Maşallah uzaylı yoxşamışıq da, yəni bildiyimiz orada. 0.5-də kamera bilirsiniz, ben normal kamera ilə çəkirəm, Pərvini görürsünüz də. 0.5-dən kamera insanı elə bil yayır, yana yayır. Necə olursa bilmirəm. Lupa kimi belə gedir. Lupa kimi gedir, eynən çox qəribə düşür. Biraz siz bizə hər halımızla qəbul edirsiniz. Əsas odur ki, biz orada bütün detaylar sizlər üçün çəkdik. Özümüzlə bağlı şükür bir kompleksimiz yoxdur. Necə varıqsa eləyik. Sadəcə demək istəyirəm ki, orada kamera biraz kamera biraz orada, yəni biraz olduğumuzdan qəribə belə uzaylı formasında saldı bizi. Bu arada burada oyuncaqlardan mətbəx də var. Bilirsiniz, Məryəmin mətbəxi də var. Mətbəxi götürmüşük. Bir dənə Barbie evi qalıb. Mətbəxi də ona görə götürmüşük ki, əl vuran kimi aşır insanın üstünə. Sağ olsun Kərim onun bütün qapaqlarını falan hər bir şeyini çıxardıb. Ona görə dedik balaca uşaq da olacaq deyə üstünə düşər eləyər. Zədələnər uşağın ayağı falan. Ona görə onu götürdük. Barbie'sinin evi qaldı. İndi Kərim kişinə maşınlarını gətirəcəm. Uşaq görəndə belə yekələnir ki, mənim də maşınım var. Gətirir təklif edir ki, gəl oynayaq. Dünən parkda babası ilə qıza alça təklif edib, alça gedib alıb verib. Yəni mən də şokdayam. Görə başqa özü biz evdə nəsə istəyək. Məsələn, Məryəm elə deyil. Məryəm çox belə yaxşı uşaqdır da. Kərim də yaxşı uşaqdır, amma Kərim də biraz belə baxır, fikirləşir. Elə adam var, ona istədiyimi vermir də. Deyir, yox vermirəm. Mənim də vermirəm, vermək istəmirəm. Amma Məryəm kim nə istəsə, lap düşməni belə əl atsa ona, Məryəm elə deyil. Məryəm deyir ki, hə, tamam, okey. Bu arada salfetkalarımız da adımıza uyğun bilirsiniz ki, bizdə səhifələrin qızlar konsepti, geyim səhifəmizin konsepti dollarla başlayıb dollar olub. Ona görə bu salfetləri şu an hər birini həmən devirlərdə sifariş etmişik. Çox bəyənirəm, çox sevirəm. İndi Pərvin xanım burada süfrəni açacaq, mən də çəkəcəm. Orada da mama düyünün qazmağını eləyir. Gözləyirəm o bitsin, gedim mən. Can mama. Alça alıb qıza. Hə, dayan bu desin görüm. Ne altına çıkılacak kıza? Ne istedi kız senden? Bazılarına göstereyim. Göster görüm. Ha, görsek görek bu kızı. Kız ne mesele? Ha, sizin bulabiliyorsunuz. Sana kurban olum ha.
Yox, dəyəni, qıza sən alçalmısan. Bu adamın belə sinir sistemi pozursan. Deməli qızlar, mama da orada qazmağı bitirsin, düyünü qoysun üstünə, gedirəm mən məzələrimdən davam eləyəm. Məzələrimin reseptini bölüşəcəm sizlə. Haycan. Burada özün göstərir hal-hazırda. Sən stopla, bir dəqiqə gedim tez gətirim, onlar bir-bir düzür. Yox, gətirsən, stoplamıram, məkərim çəkirəm. Göstər görüm, nəyə göstərirsən? Soga. Qızlarla soslarını ayrılmışıq. Qızlar soskanı tərk edibdi. Videoda tapıb ki, soskan buradadır. Fikirdən uşağım soskanın fikrindən xəstələndi də. Mamas kimi stresə düşəndən xəstələndi. İndi vlogda tapıb ki, burada soskan var. İndi hanı soskan Kərim? Qırıldı. Aptekdə satmırlar da. Onda atalsın. Bəs ata da tapmasa bir həftəyə yaxındır qızlar, amma yoxluğuna alışa bilmir uşağım. Tipik qız bürcü. Arvat geldi. Bizi də göstərim sizə. Baxın. Belə. Zeynep xanım bir YouTube'da bir şey görmüş. Onu düzəldib sizlərə çəkəcəyik qızlar. Sabahda filan. Hə qızım. Bugün indi yaxşıdır. İndi tez qutarsaq eləyərik. Tamam, okey. Allahım. Bir də burada yorumlarda təzə bir dənə manyak peyda olub da qızlar görürəm. Uşaqlarıma dil uzadır. Vallahi, yəni mənə nə deyirsinizsə yüngül keçirəm ondan. Özümə çox da takmıram. Amma uşaqlarıma dil uzadanı həqiqi mənada deyirəm də. Yəni taparam, rüsvay eləyərəm də. Yəni çaşmayın da. Qətiyyən uşaqlarıma dil uzatmağa çalışmayın. Kimdirsə bilirəm də, tanıyan biridir. Gör nə qədər yanır, nə qədər ölürsə, balacaca uşağa dil uzadır. Balaca körpəyə dil uzadır ki, elədir, belədir. Nə qədər aciz insansız ki, siz məndən qorxursunuz, balaca uşağa dil uzadırsınız. Allah hamımızın elə çirkin qəlbinə görə versin. Kimlər ki, o çirkin, fəsad qəlblidir, götürürlər bir balaca uşağa dil uzadırlar. Neyse qızlar, gedim mən indi məzələrimi düzəldim. Düzəldəndə də hazır halını çəkib qısa resepti özət keçəcəm sizlərlə. Ondan sonra salatlar da falan da onları gətirib düzəcəyik. Deməli qızlar, bu birinci məzəmizdir. Burada nə elədik? Burada ağ küncütlə sarımsağı yağda qızartdıq. Bir-birinə əzdik, qatdıq. Burada qatıq da simitamdır, mayonezdir. İndi bunu tökəcəm onun içərisinə. Üzərinə şüyüd, göy soğan, bir də tökəcəm quru nanə. Qarışdıracağım və salam olacaq hazır. Hazırdır qızlar. Məzələrimiz pərişka dadına baxdı. Çox dadlıdır. Dedi ki, əladır. İndi bir dənə də məzəmiz var. Onu da eləyirəm. Mənlik iş bitdi. Lədəngə baxın qızlar. Baxın, bir damcı da içliyi qurumayıb. Özü də görsü çıtır-çıtır. Tam bişib, yanmayıb da. Görsünüz, əladır. Dadı da elə görünüşündən qəşəng olacaq. Deməli qızlar, bir dənə də belə salat düzəltdim. Bunun da içərisindəki qırmızı soğandır, kişnişdir, göy soğandır və pomidordur. Bir də üzərinə turşu, duz. Çox dadlı olur yeməklərim düyünün falan yanında. Bunlar da belə pomidor, xiyarımız, göyərtimiz. İndi sonuncu məzə qaldı və salam. Bu da hazırdır qızlar son olaraq. Bunun üçün tuxovkaya qəşəng baton çörəyi də qoymuşam. Onu da baton çörəyin üzərini yağlayıb qoymuşam. Bu tam məzə getmir, salat məzə gedir. Deməli bunda nə elədik qızlar? Hə, bu ondan da dadlıdır. Çünki salat məzədir. Ümumilikdə çəkməyə vaxtım olmadı. Qonaqlarımız artıq çatır. Bunu nə elədim? Köklə soğanı qovurdum. Amma tam qovurdum da, diri qalmamalıdır qətiyyən. Kökdə tyorkadan keçməlidir. Qovurdum yağda, duzlu üstü tökdüm. Tökdüm ayrıca qaba, içərisinə göy soğan vurdum, şüyüt vurdum, kişniş vurdum, quru nanə vurdum. Daha sonra deməli mayonez və simitam vurdum, qarışdırdım. Oldu son nəticə belə. Mama gül dadına baxdı, dedi əladır. Bəli, siz də eləyə bilərsiniz. Sağ ol mama. Çatdı qızlar pəriştişdi gətirməyə. Ümumi bir süfrəmizə çəkim. Süfrəmizin ümumi görüntüsü budur. Bir də salatımız əlavə olunacaq, sıx salatımız. Bir də yeməklərimiz əlavə olunacaq və salam. Hazırdır. Necədir, bəyəndiniz qızlar ümumi süfrəni? Məzələrimiz də burada. Qonaqlarımız gəldi.
Başımız necə söhbətə qarışsa qızlar, yəni də çəkə bilmədim. Aygün əgər buradan izləyiciləri varsa yorumlarda yazın bilək. Bir də inşallah artıq Aygün özü də YouTube kanalı açacaq, kanal açsın, bölüşəcəm. Ağlarımız getdi qızlar. O qədər dedik, güldük, əyləndik ki, inanın çəkilişini deyəcəksiniz ki, nə oldu qonaqla çəkiliş etmədiniz. Vaxt o qədər tez keçdi ki, bir də onda gördük ki, artıq gedirlər. Yəni çəkiliş həqiqətən də yadımıza çəkiliş düşmədi. Bunları da Aygün hədiyyə gətirib indi görürəm. Sağ olsun. Bunlar uşaqlara gətirib, bunlar da bizə gətiribdi. Çox sağ olsun həqiqətən. Qızlar, bir sözlə günümüz maraqlı keçdi. Aygün özündə inşallah kanal olacaq. Olanda bölüşəcəm burada sizlərlə kanalına. Aygün Instagramda çox qəşəng vloglar var. Düşüb Pərvin orada. Çox qəşəng vloglar çəkir. Təmizlik vlogunu belə deyim də Azərbaycanda ilk dəfə gündəmə gətirən, trend eləyən Aygün ilə məhz özü olubdu. İlk əvvəl bizim tanışlığımız əməkdaşlıq kimi olub. Yəni əməkdaşlıq tanış olubdu, iş görmüşük. Ondan sonra artıq münasibətimiz belə deyim də hər dəfəsində irəliləyibdi. Çox yaxşı xanımdır. Məsələn, oturduq, dedik, güldük, özümüzdən əyləndik. Yəni söz özündə, göz özündə bir xanım. Çəki qızlar, gəldik vlogumuzun sonuna. Çalışdığımız qədər maksimum detaylı, yəni bir dənə qonaqlar burada olanda uzun-uzadı video çəkə bilmədim də. Təxmini 3-4 saat o arada boşluq buraxdım. Ondan əvvəl bilmirlər hər şey addım çəkdim də. Aygün'ün o kadar deyip güldük ki. Çok o yani. Ondan öncəsindilər addım çəkdim. Reseptlərdə nəysə buraxmışamsa, deməmişəmsə, gözdən qaçıbsa yazın yorumlarda. Hər biriniz onsuz bir-bir cavab yazıram. Yazın yorumlarda bir-bir cavab yazıram. Hər birinizə vlogumuzun sonuna gəldik. O deyir, yorulduk ama değdi. Öpürük kızlar. Sizləri yaxşı ki varsınız. İnşallah vlogumuz sizlər. Şəkil də çəkdirmədiyi bir kapak şəkili qoyaq. Evde o videonu getirəsin. Görürsünüz kızlar, şəkil çəkdirməyə belə vaxt olma. Vaxt deyəndə yadımıza belə düşmədi. Heç nə. Onsuz çox elə vloglarımız olacaq bir yerdə. İnşallah növbəti dəfə artıq. Öpürük sizləri kızlar. Yaxşı ki varsınız. Görüşərik. Hələlik. Hələlik.